Bugün sizinlə bir tapmacanı çözməyə çalışacağıq. Əlimizdə tarixçi Azər Hüseynovun bir mətni var və bu mətn əslində bir suala cavab axtarır. Müasir dünyada yaşayan bir möminin, yəni müsəlman şəxsiyyətinin yol xəritəsi nə olmalıdır? İbadətlər, dualar, bunlar aydındır. Bəs bundan kənarda cəmiyyətin içində onu formalaşdıran təməl prinsipləri nələrdir? Bəli. Müəllif bizə bu tapmacanın sanki iki əsas parçasını verir. Birinci parça yuxarıya, kainata baxmaqla bağlıdır. İkincisi isə ətrafa, yaşadığımız dünyaya, onun mədəniyyətinə baxmaqla. Və bizim bugünkü missiyamız da məhz bu iki parçanın bir-birinə necə uyğun gəldiyini anlamaqdır. Bəli, və daha da əsası onlar bir-birinə uyğun gəlməyəndə nə baş verdiyini görməkdir. Tamamilə. Bu sadəcə nəzəri bir müzakirə deyil. Çünki müəllifə görə bu iki parça arasındakı tarazlıq pozulanda çox təhlükəli ifratlar yaranır. Biz bugün həmin o tarazlığın nə qədər həssas olduğunu və onu qorumağın niyə bu qədər vacib olduğunu araşdıracağıq. Elə isə gəlin birinci parçadan, yəni kainatla bağlı olan hissədən başlayaq. Başlayaq. Yaxşı. Mətn deyir ki, bir müsəlman kainat və insan haqqında doğru və müfəssəl biliyə sahib olmalıdır. Bu, ilk baxışdan çox iddialı səslənir. Olduqca. Yəni, söhbət sadəcə məktəbdə fizika, kimya dərslərini yaxşı oxumaqdan getmir, elə deyilmi? Bundan daha dərin bir şey var burada. Əlbəttə. Burada söhbət elmin sərhədlərini anlamaqdan gedir. Müəllifin demək istədiyi odur ki, elm möhtəşəm bir alətdir. O, bizə planetləri, ulduzları, hüceyrələri göstərir. Bəli. Amma elm hadisələrin necə baş verdiyini izah edir, niyə baş verdiyi sualının qarşısında isə çox vaxt susur. Aha. Yəni bir teleskopla qalaktikaları görə bilərik, amma o teleskop bizə varlığın mənasını göstərə bilməz. Mətnə görə insan bütün texniki nailiyyətlərinə baxmayaraq kainatın əzəməti qarşısında əslində nə qədər kiçik və aciz olduğunu anlamalıdır. Bu acizlik hissi biraz ruh düşkünlüyü yaratmır ki? Yəni, mən bu nəhəng sistemin içində heç kiməm düşüncəsi. Maraqlı sualdır. Amma mətn deyir ki, bu acizliyi anladıktan sonra insana yol göstərən bir bələdçi var və bu Allahın kitabı, yəni Qurandır. Orada da dəfələrlə deyilir ki, kainat insanın xidmətinə verilib. Bəli. Bu bir ziddiyyətdir. Bir tərəfdən acizsən, digər tərəfdən hər şey sənin üçündür. Bu insanda təkəbbür yaratmazmı? Bax, bu məsələnin ən kritik nöqtəsidir. Müəllif də məhz bu ziddiyyəti aradan qaldırmağa çalışır. Əgər sən hər şeyin sadəcə sənin üçün var olduğunu düşünsən, bəli, bu dünyanın sahibi mənəm təkəbbürünə gətirib çıxarır. Düzdür. Amma əgər sən əvvəlcə öz acizliyini dərk etsən və sonra anlasan ki, bütün bu nemətlər sənə bir lütf olaraq, bir hədiyyə olaraq verilib, o zaman münasibətin tamamilə dəyişir. Sən artıq özünü dünyanın sahibi kimi yox, ona tapşırılmış bir qoruyucu kimi görürsən. Bəli, məhz elə. Deməli, bir söz bütün mənzərəni dəyişir. Əmanət. Dünyaya sahib olmaq yox, dünyanın sənə əmanət edilməsi şuuru. Bu, inanılmaz dərəcədə güclü bir fikirdir. Çox güclü. Bu perspektivi, mən buradan nə götürə bilərəm sualından, mən buranı necə qorumalıyam sualına çevirir. Bu ki, təkcə dini bir məsələ deyil. Bu, birbaşa müasir ekoloji böhranın, iqlim dəyişikliyinin fəlsəfi həllidir. Tamamilə. Müəllif də məhz bunu vurğulayır. Bu əmanət şuuru sadəcə bir inanc deyil, gündəlik həyatda bir fəaliyyət prinsipinə çevrilməlidir. Təbiətə baxışın, insanlara münasibətin, istehlak vərdişlərin, hamısı bu təməl üzərində qurulur. Deməli, şəxsiyyətin birinci sütunu formalaşır. Bəli, kainat qarşısında öz həddini bilən, amma ona verilən nemətlərə görə dərin bir məsuliyyət hissi daşıyan bir fərd. Bu, onun daxili kompasını, mənəvi lövbərini təşkil edir. Yaxşı, daxili kompasımız var. Amma kompas bir otaqda qıfıllı qalsan, heç bir işə yaramaz. Elədir. Bu da bizi tapmacanın ikinci, bəlkə də daha mübahisəli və çətin olan parçasına gətirir. Xarici dünya ilə əlaqə, yəni yüksək mədəni səviyyə. Bir dəqiqə, bunu bir açaq. Buyurun. Yəni, mətnə görə dindar bir insanın həm də müasir incəsənətdən, ədəbiyyatdan, siyasi cəryanlardan başı çıxmalıdır. Bu, çoxlarının təsəvvür etdiyi o qapalı, mühafizəkar obrazdan biraz ziddiyyət təşkil etmir ki? Bu, ilk baxışda ziddiyyətli görünə bilər. Amma müəllifin məntiqi belədir. Özünü yaşadığın dünyadan təcrid etmək bir fəzilət deyil.
Əksinə, bu bir növ məsuliyyətdən qaçmaqdır. Maraqlıdır. Sən ətrafda hansı fikirlərin, hansı mədəni axınların olduğunu bilməsən, onlarla necə diyaloqa girəcəksən? Anlamadığın bir şeyi necə dəyərləndirə, tənqid edə və ya ona qarşı öz mövqeyini necə müəyyənləşdirə bilərsən? Deməli, məqsəd kör-körənə hər şeyi rədd etmək deyil. Qətiyyən. Məqsəd kör-körənə şəkildə hər şeyi qəbul etmək də deyil, amma məlumatsız da qalmamaqdır. Məlumatda olmaq öz dəyərlərini qorumağın ilk şərtidir. Öz qalana çəkilib oturmaq səni qorumur, sadəcə cahil saxlayır. Gəlin bunu daha konkretləşdirək, çünki mədəniyyət çox geniş bir anlayışdır. Məsələn, sənət və ədəbiyyat. Bu mövzu tarixən həmişə qızğın mübahisələrə səbəb olub. Müəllif bu məsələyə necə yanaşır? Hansı sənət olar, hansı olmaz? Bax, bu da yaxşı sualdır. Bu bölgünü nəyə əsasən aparır? Müəllifin təklif etdiyi meyar çox maraqlıdır. O, bu janrı haramdır, bu janrı halaldır kimi bir bölgü aparmır. Yanaşma daha dərindir. Əsas sual budur. Bu sənət əsəri, bu film, bu roman insana nə verir? Təsiri nədir? Bəli, təsiri nədir? İnsanı daha mərhəmətli, daha düşüncəli, daha gözəl bir insan olmağa sövq edirmi? Yoxsa onu üsyana, zorakılığa, əxlaqsızlığa, insanın dəyərini alçaltmağa təşviq edir? Aydındır. Məsələn, insan faciəsini göstərib səndə empatiya yaradan bir romanla sırf qəddarlığı və qazancı təbliğ edən bir reality show arasında dağlar qədər fərq var. Problem sənətin növündə deyil, onun daşıdığı məqsəddə və insana olan təsirindədir. Deməli, mədəniyyət bir növ neytral bir alətdir və onun dəyəri ondan necə istifadə olunmasından asılıdır. Tamamilə. Bu əslində müsəlman şəxsiyyətindən passiv bir istehlakçı olmaq əvəzinə aktiv, tənqidi düşüncəyə sahib bir iştirakçı olmağı tələb edir. Yəni, Netflixdə nə var deyə baxıb keçmək yox. Bu izlədiyim şey məni hara aparır? Sualını vermək. Bəli. Amma bu, bir növ kəndirbazın ip üstündə yeriməsinə bənzəmir ki, yəni müasir, çox vaxt sekulyar mədəniyyətlə bu qədər dərindən maraqlanmaq insanın öz inancılarını aşındırmazmı? Bu tarazlığı qorumaq realdırmı? Bax, bu $1.000.000 sualdır və mətnin də toxunduğu ən çətin məsələ budur. Bəli, bu bir tarazlıq aktıdır və asan deyil. Amma müəllifin burada təklif etdiyi modeli belə təsəvvür edə bilərik. Bir ağac düşünün. Bu ağacın çox dərinə gedən möhkəm kökləri olmalıdır. Bu köklər onun imanı, mənəvi dəyərləri, o birinci sütun, yəni əmanət şuurudur. Aydındır. Amma eyni zamanda bu ağacın ətrafa uzanan, günəşə, havaya, dünyaya açılan budaqları da olmalıdır. Bu budaqlar da onun mədəniyyətlə, elmlə, sənətlə olan əlaqəsidir. Köklər və budaqlar. Bəli. Köklər nə qədər dərindirsə, budaqlar da bir o qədər güclü olar və fırtınaya tab gətirər. Köksüz ağac ilk küləkdə yıxılar. Budaqsız ağacsa sadəcə torpağın altında qalar. Heç vaxt meyvə verməz. İdeal şəxsiyyət həm dərin kökləri, həm də geniş budaqları olandır. Çox gözəl bənzətmədir. Deməli, əlimizdə tapmacanın iki tamamlanmış parçası var. Bir tərəfdə kainat qarşısında məsuliyyətini dərk edən, dərin mənəvi köklərə sahib bir fərd. Bəli. Digər tərəfdə isə yaşadığı dünyanın mədəniyyətinə, sənətinə, ədəbiyyatına bələd olan geniş budaqlara malik bir şəxsiyyət. Müəllifə görə müsəlman kimliyi məhz bu ikisinin sintezidir. Məhz bu sintezdir. Amma o, bu idealı təsvir etməklə kifayətlənmir, həm də xəbərdarlıq edir. Bu tarazlıq pozulanda nələr baş verir? Gəlin o təhlükəli zonalara nəzər salaq. Bəli. Müəllif iki əsas ifrat nöqtəni, iki təhlükəli çıxılmaz küçəni göstərir. Birinci təhlükə budur. Bir insan ancaq köklərə, yəni birinci sütuna fokuslansa və budaqları, yəni dünyəvi mədəniyyəti, elmi tamamilə rədd etsən nə olar? Nə olar? Bunun nəticəsi mətnin dili ilə desək, dini fanatizm olur. Bu, elə bir insandır ki, özünü haqlı sayır, amma yaşadığı dünyadan xəbəri yoxdur. Hər yeniliyə, hər fərqli fikrə düşmən gözü ilə baxır. Yəni, qapalı bir düşüncə tərzi. Bəli. Dünyanı anlamadığı üçün ondan qorxur və bu qorxu onu aqressiv və qapalı edir. Bu, sanki tək qanadla uçmağa çalışan bir təyyarə kimidir. Yalnız inancı qanadı var, amma heç bir yerə getmir, sadəcə öz ətrafında fırlanır, dünyadan təcrid olunmuş bir vəziyyətdə. Çox aydın təsvirdir. Bəs əks tərəf, yalnız ikinci sütuna, mədəniyyətə, müasirliyə, dünyaya açıqlığa fokuslanıb, birinci sütununu, yəni mənəvi kökləri, əmanət şuurunu unudan insana nə olur?
Onun aqibəti necə təsvir edilir? Bu da ikinci ifrat nöqtədir. Dindən qopmuş səthi dünyəvilik. Bu təyyarənin digər qanadının olması, amma mühərrikinin və kampasının olmaması kimidir. Belə bir insan çox məlumatlı ola bilər. Ən son filmlər izləyər, ən yeni kitablar oxuyar, bütün siyasi trendlər bilər. Yəni, mədəni cəhətdən çox qabaqcıl görünə bilər. Amma onun mənəvi bir lövbəri, bir niyəsi yoxdur. Boşluq yaranır. Tamamilə. Hansı axın güclüdürsə, o tərəfə axır. Dəyərləri sabit deyil, trendlərə görə dəyişir. Bu, bilikli amma müdrik olmayan bir insandır. Hər şeyi bilir, amma heç nəyə inanmır. Bu da digər bir təhlükəli boşluqdur. Deməli, müəllifin fikrincə həqiqi yol Həqiqi yol bu iki ifratın nə dünyadan əlini üzüb fanatikləşməyin, nə də mənəvi köklərdən qopub səthiləşməyin tam ortasından keçən o çətin amma yeganə doğru cığırdır. Beləliklə, Azər Hüseynovun mətnindən çıxardığımız nəticə odur ki, o bizə tam bir insanın portretini cızır. Bu, elə bir şəxsiyyətdir ki, həm ulduzlara baxıb öz kiçikliyini anlayacaq qədər təvazökar, həm də yaşadığı cəmiyyəti dərindən anlayacaq qədər intellektualdır. Çox gözəl ümumiləşdirmədir. Söhbət daxili imanla xarici reallıq arasında bir körpü qurmaqdan gedir. Nə dünyadan qaçmaq, nə də dünyada itib batmaq. Hər ikisi ilə də dialoqda olmaq. Bəli, və bu mətin sizi çox böyük bir sualla baş-başa qoyur. Müəllif bu çətin tarazlığı qorumaq məsuliyyətini birbaşa fərdin öz üzərinə qoyur. Amma bir anlıq düşünün, bir insan tək başına bunu necə bacara bilər? Doğrudan da. Bu, bizi daha geniş bir suala gətirir. Bəs bir cəmiyyət, bir təhsil sistemi, fərdlərə həm o dərin mənəvi məsuliyyət hissini, həm də o geniş mədəni dünya görüşünü eyni anda aşılamaq üçün necə qurulmalıdır? İnsanları bu təhlükəli ipin üstündə tək buraxmaq əvəzinə onlara bu tarazlığı qorumaqda kömək edən bir mühiti necə yaratmaq olar ki, müəllifin xəbərdar etdiyi o iki uçurumdan birinə yuvarlanmasınlar?